Var Zəbri, buyur blok imtahanının sualını izah elə. Şərt oxu Cavit. A və B-nin hansı qiymətində çox hədisinin qüvvəti 5-ə bərabər olar? Burada A və B-nin hansı qiymətində çox hədlinin qüvvəti 5-ə bərabər olar. Belə çox hədlərin qüvvəti bir ədlərdən hansının qüvvəti ən böyükdürsə, o çox hədlinin qüvvəti götürülür. Burada 5-dən böyük 8 və 6 var. Yəni onları yox eləməliyik ki, qüvvət 5 qalsın. Əhsən. Yazırıq 3x üstü 8 minus ax üstü 8 plus x üstü 6 2x üstü 6 çıxılsın x üstü 5 plus 4x kvadrat plus 1'ə. Bu da bərabər x üstü 8 və x üstü 6'ını çıxardıq məsələdə xaricinə. 3 minus a qalır. Əhsən, qəşəng seçim. 3 minus a qalır. Vurulsun x üstü 8 üstünə gəlinsin. B plus 2 vurulsun. X üstü 6 çıxılsın. X üstü 5 sayılsın 4x kvadrat plus 1. Bu da bərabərdir. Burada yəni bunlar ən qüvvət 5 olması üçün x üstü 8 və x üstü 6 yox olmalıdır. Yox olmağa görə də 3 minus a ilə b plus 2 0-a bərabər olmalıdır. 3 minus a bərabərdir 0, a bərabərdir 3-ə. B plus 2 bərabərdir 0, B də bərabərdir -2. Əhsən. Alqışlayın ona. Kişi adamsan.